Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz keçən dərs planlaşdırma mövzusunun izahına baxmışdıq. Bugünkü mövzumuz isə şagird yönümlü interaktiv təlimin təşkili mövzusudur. Biz əvvəlcə interaktiv təlim hələ anlayışı nədir? Həmin anlayışa baxaq, daha sonra isə mövzumuza diqqət yetirək. Əvvəlcə belə izah edək ki, burada da kitabda da bizə interaktiv sözünün mənasını verib. Deyir ki, interaktiv təlim qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. Gəlin ümumiyyətlə bunun mənasını hələ dərk etməyə çalışaq əvvəlcə. İnteraktiv, yəni qarşılıqlı əlaqə o deməkdir ki, burada həm şagirdlərlə digər şagirdlər, müəllim-şagird münasibətləri, yəni onların birgə qarşılıqlı əlaqəsi düzgün şəkildə olmalıdır. Yəni sinifdə belə deyək, bir düzgün şəkildə mühit qurulmalıdır. Düzgün ünsiyyətə əsaslanan mühit və fəaliyyət üzərində qurulan o deməkdir ki, artıq burada şagird özü də aktiv tərəf olur. Belə ki, biz ənənəvi təlim deyirik, fəal təlim deyirik. Ənənəvi təlimdə belə idi ki, yalnız müəllim danışırdı, şagird dinləyici olurdu. Şagird heç bir deməli, tutaq ki, tapşırıqların işlənməsində və yaxud da hər hansısa bir dərsin izah mərhələsində bir aktivliyi olmurdu. Amma hal-hazırda sadəcə şagirdlər, yəni onu dinləməklə yanaşı, sadəcə tapşırıqları izləməklə yanaşı deyil, yəni bu formada deyil, onlar özləri araşdırırlar. Yəni müəllim sadəcə burada fasilitator rolunu oynayır, yəni bələdçi rolunu oynayır, şagirdlərin öyrənməsinə kömək edir. Qalan digər bütün məqamları şagirdlər özləri həyata keçirirlər. Yəni yadımızda qalsın ki, interaktiv təlimdə müəllim heç nəyi şagirdlərə hazır şəkildə vermir. Yəni hazır məhsul kimi biz şagirdlərin əlinə heç nə vermirik. Şagirdlərin özlərini sövq edirik ki, onlar axtarsınlar, araşdırsınlar, öyrənsinlər. Deməli biz deyirik ki, fəaliyyət üzərində qurulanda, yəni burada şagirdin analiz etməsi, təhlil etməsi, tətbiq etməsi, qiymətləndirilməsi nəzərdə tutulur. Bir də yadımızda saxlayacağımız digər məqam budur ki, interaktiv təlimdə şagirdlər həm onların tənqidi təfəkkürü, həm də problem həll etmə qabiliyyəti daha da çox inkişaf edir. Və biz istər tənqidi təfəkkür olsun, istər problem həll etmə səriştəsi olsun, hər birini əvvəlki dərslərimizdə keçmişik və yəqin ki, hər birinizin yadındadır. İndi biz nəyə baxacağıq? Baxacağıq ki, interaktiv təlimin əsas üstün cəhətləri nələrdir? İnteraktiv təlimin biz yadımızda saxlayacağıq 3 əsas məqamı var ki, 3 əsas üstün cəhətini yadımızda saxlayırıq. Birincisi, şagird nailiyyətinin düzgün qiymətləndirilməsidir. Bu belədir ki, adətən əvvəlki dərslərdə müəllim bildiyimiz kimi qiymət verirdi. 5, 4, 3 və düzgün şəkildə belə deyək, qiymətləndirilmə həyata keçirilmirdi. Amma hal-hazırda müəllim adətən tapşırıq hazırlayan zamanda əsasən Bloom idrak taksonomiyasının yuxarı təfəkkür səviyyəsinə uyğun suallar hazırlayır və bu yuxarı təfəkkür səviyyəsini dəyərləndirir, təhlil edir, yaradır. Yəni bu istiqamətdə bu o demək deyil ki, müəllim ancaq yuxarı təfəkkür səviyyəsi üzrə tapşırıqlar hazırlamalıdır. Eyni zamanda aşağı təfəkkür səviyyəsinə aid də əslində tapşırıqlar hazırlanmalıdır. Çünki biz bilirik ki, suallar hazırlananda səviyyələr üzrə hazırlanır. Deməli, bizim interaktiv təlimin birinci əsas üstün cəhəti odur ki, şagird nailiyyəti düzgün qiymətləndirilir. Yəni biz adətən şagirdlərə qoyduğumuz təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı çıxarırıq ki, və həmin qiymətləndirmə meyarına da şagirdlərin nə dərəcədə çatdığını biz artıq dərsin sonunda aydın şəkildə görə bilirik. İkinci olaraq deyirik ki, şagird motivasiyasıdır. Şagird motivasiyası o deməkdir ki, yəni şagirdləri dərsin sonuna kimi aktiv saxlamaqdır. Bir var ki, biz şagirdləri aktiv saxlaya bilməyək, onları dərsə cəlb edə bilməyək və motivasiya haqqında ümumi danışacağıq biz. Şagirdləri dərsə cəlb etmədən onlara mövzunu keçdikdə bu onlar üçün heç də yaxşı olmur və dərsləri də təbii, fikirləri də daha doğrusu dərsdə olmur. Fikirləri yayınıq olur, dağınıq olur, müəllimi dinləmək istəmirlər. Adətən biz fikir versək, mühazirə tipli dərslərdə, yəni ancaq müəllimin danışdığı dərslərdə şagirdlər təbii ki, o dərsi dinləmək istəmirlər. Bir müddətdən sonra artıq yəni onun bir müəyyən dəqiqə var da, həmin dəqiqəyə qədər dinləyirlər. Daha sonra bir-bir yavaş-yavaş hamının fikri yayınır. Heç durub sual versək, həmin istər şagird olsun, istər tələbə olsun, bizə həmin danışdığımız mövzunu deyə bilməyəcək. Çünki müəyyən bir müddətdən sonra istər-istəməz, istər böyüklər olsun, istər kiçiklər olsun, fikir yayılır.
Və üçüncü olaraq deyirik ki, real həyatı bacarıqlar formalaşdırır interaktiv təlim şagirdlərdə. Bu nə deməkdir? Real həyatı bacarıq o deməkdir ki, biz adətən bunu təlim üsullarında görürük. Təlim üsulları mövzusunu inşallah növbəti dərslərdə keçəcəyik və orada da görəcəksiniz. Məsələn, biz müxtəlif təlim üsullarını nümunə kimi göstərə bilərik ki, nə bilim, qar topasıdır, sinif küncləridir, rollu oyundur, simulyasiyalardır. Bunları nümunə çəkə bilərik ki, bunlar hər biri şagirdlərdə müxtəlif real həyatı bacarıq formalaşdırır. Adətən biz simulyasiyanı gəlin nümunə kimi göstərək. Simulyasiyada deyirik ki, şagird özü rola girir və həmin rolu özü canlandırır. Bir var ki, tutaq ki, mən ona Koroğlu rolunu vermişəm ki, gəlsən bu Koroğlunu, nə bilim, qaçaq nəbini canlandır, öyrəndiyi formada, eşitdiyi formada onu canlandırır. Bir də var ki, mən ona rol verirəm və deyirəm ki, özündən bunu canlandır. Sən bu rolu özündən yarat. Və şagird nə isə yaratmış olur yenidən və bu da deyirik ki, bu şagirdlərdə real həyatı bacarıqları formalaşdırır. Daha sonra interaktiv təlimdə bizim bilirik ki, dərs əvvəl 7 mərhələli qurulur, amma hal-hazırda dərsimiz 3 mərhələ üzərində qurulur. Motivasiya, daha sonra fəaliyyət, üçüncüsü isə refleksiya və qiymətləndirmə mərhələsidir. Deyirik ki, birinci bizə daha vacib olan motivasiya mərhələsidir ki, şagirdləri dərsə cəlb etmədən bayaq da vurğuladığımız kimi interaktiv təlim biz həyata keçirə bilmərik. Motivasiyanın qurulmasında bir çox bizim üsullarımız var. Baxın, burada bizə bir neçə üsullar verib. Məsələn, deyir, problemin təqdim edilməsi, maraqlı başlanğıc, proaktiv suallar, vizual alətlər, şəxsi təcrübə və s. Biz bu üsulları məsələn necə tətbiq edilməsindən danışaq. Tutaq ki, biz dərsə yeni girmişiksə, adətən müəllimlərin çox hissəsinin istifadə etdiyi bir motivasiya məsələn qurulmasını deyim. Bu gün mən şagirdlərə 4 rəqəmli ədədlərin bir rəqəmli ədədə bölünməsini keçirəmsə, ümumi bölmə əməlini şagirdlərin yadına salıram. Yəni, əvvəlki dərslərlə bağlı mən deməli bir inteqrasiya edirəm. Əvvəlki mövzularımıza toxunuram, motivasiya mərhələsi qururam, əvvəlki biliklərini yada salıram, daha sonra isə yeni mövzumuza keçmiş oluram. Və yaxud da başqa bir ola bilər, həyat bilgisi dərsindəmi olsun, Azərbaycan dilindəmi elə mövzu olsun ki, tutaq biz nə bilim, keçirik şagirdlərə Pənahəli xanı, nə bilim, Şuşa qalasının falan tikilməsini, bu mövzunu keçirik. Bu zaman şagirdlərə sual verə bilərik. Ay uşaqlar, məsələn, kim Şuşaya gedib, ekskursiyaya gedib, nə bilim, gəzintiyə gedib, kim ailəsinə Şuşaya gedib. Şagirdlər başlayırlar müxtəlif fikirlər səsləndirməyə və bu fikirlərin hər biri də şagirdlərin dərsə cəlb olunması üçün çox məsələn, effektli bir üsuldur. Eyni zamanda biz şagirdlərin motivasiya mərhələsində deyə bilərik ki, məsələn, sən bu bir-iki məqam deyə bilərik ki, bunlarda diqqətli olun ki, dərsin sonunda mən məsələn bu sualları sizə verəcəm. Və şagirdlər də daha diqqətli olmağa çalışırlar ki, dərsin sonunda həmin sualı cavablandıra bilsinlər. Və yaxud da hər hansısa bir mövzumuzla bağlı Qarabağ şikəstəsi mövzusunu keçiriksə, hər hansısa bir muğam ifası qoya bilərik. Yəni, şagirdlərə maraqlı gələ biləcək, onları dərsə cəlb edə biləcək. Biz bir neçə fəaliyyətdən istifadə edə bilirik. Daha sonra deyir şəxsi təcrübə. Şəxsi təcrübə dedikdə nəyi nəzərdə tutur? Ola bilsin ki, məsələn, biz bir mövzu keçirik və həmin mövzu ilə əlaqədar olaraq mənim hansısa bir zaman başıma bir hadisə gəlib və mən həmin hadisəni şagirdlərlə bölüşürəmsə, bu da onların dərsə cəlb olunmasında effektiv bir üsuldur. Daha sonra biz ən çox məsələn nədən istifadə edirik? Adətən praktika dövründə də tələbələrin ən çox istifadə etdiyi üsul budur ki, əyani vasitələrdən istifadə edir. Əyani vasitə yəni mövzu ilə əlaqədar hər hansısa mən bir şagirdlərə video çarx izlədirəm. Yəni bu videonun izlədilməsi də, bu video çarxın izlədilməsi də əsasən yəni ən çox effektiv üsul kimi ibtidai siniflərdə adətən də bu çox effektiv üsuldur ki, məsələn şagirdlər videonu izləyirlər və daha sonra onlar dərsdə daha aktiv olurlar. Məsələn 3-cü siniflər var idi məndə praktikada. Onlarda cıdır düzünün məsələn göstərilməsi, xarı bülbülün göstərilməsi onları həqiqətən də dərsə daha çox cəlb etmiş olur. Nəinki hər hansısa bir hekayənin və yaxud da şəxsi təcrübənin danışılması. Bu daha çox yuxarı siniflərdə effektivdir. Adətən ibtidai siniflərdə belə video çarxların göstərilməsi şagirdləri daha çox dərsə cəlb etmiş olur. Daha sonra biz deyə bilərik ki, şagirdlərə hər hansısa bir hekayələri oxuya bilərik ki, bu da yenə də mövzu ilə əlaqədar hər hansısa bir hekayənin oxunması nəzərdə tutula bilər. Və yaxud da hər hansısa bir əyani materiallar gətirə bilərik. Tutaq ki, riyaziyyatdan mövzumuz litirdir, nə bilim,
millilitrdir, ölçü vahidləridir. Buna uyğun biz müxtəlif məsələn alətlər gətirə bilərik, ölçmək üçün vasitələr gətirə bilərik ki, bu da şagirdləri effektiv şəkildə dərsə cəlb edən vasitələrdən biridir. Daha sonra bizim diqqət yetirəcəyimiz məsələ refleksiyadır. Refleksiyanın əhəmiyyəti nədir ümumiyyətlə? Refleksiya möhkəmləndirmədir. Yəni qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmək deməkdir. Bunu deyəkdə nə nəzərdə tuturuq? Yəni dərsin sonuna çatdıqda şagird öyrəndiklərini bir daha yenidən möhkəmləndirmiş olur. Refleksiya mərhələsində də eyni zamanda bir neçə biz üsullardan istifadə edirik ki, bunu da hal-hazırda mən sizlə bölüşəcəm, hal-hazırda sizə deyəcəm. Deməli, refleksiya mərhələsində müəllimlərin ən çox məsələn etdiyi yanlışlardan biri budur ki, refleksiya mərhələsində şagirdlərə sual verirlər. Məsələn, öyrəndikləri ilə bağlı sual verirlər və yadımızda saxlamalıyıq ki, şagirdlərə məsələn keçdiyimiz mövzu ilə bağlı sual verməməliyik. Yəni, tutaq mən bu günləri şagirdə, nə bilim, müxtəsər vurma düsturunu və yaxud da nə bilim, biologiyadan hər hansısa bir mövzunu keçmişəmsə, insan orqanizmini, coğrafiyadan nə bilim, təbəqələri keçmişəmsə, dağları keçmişəmsə, həmin mövzu ilə əlaqədar mən şagirdə sual vermirəm ki, məsələn, filan dağın hündürlüyü nə qədər idi, nə bilim, və yaxud da mitoz bölünmə necə idi, meyoz bölünmə necə idi, üzrlü sayın müəllimlər. Yəni bunların heç birini mən şagirdlərə sual vermirəm. Sadəcə olaraq deməli dərslə bağlı sual verilmir. Yəni şagirdin nə öyrəndiyi ilə bağlı sual verir ki, şagird bugünkü mövzumuzla əlaqədar nəyi öyrənib? Baxın, onu sual vermək lazımdır. Adətən müəllimlərin 90%-nin istifadə etdiyi üsul bu gün nə öyrəndik üsuludur refleksiya mərhələsində. Məsələn, bu gün nə öyrəndik üsulunu verdikdə artıq şagirdlər yenidən təkrarlamış olurlar, möhkəmləndirilmiş olurlar ki, biz bu gün bu mövzulara toxunmuşuq. Və yaxud da digər biz istifadə edə bilərik. Adətən 3-2-1 üsulundan istifadə edirik. 3-2-1 üsulun mahiyyəti nədir? Deməli deyirik ki, 3 öyrəndiyin, 2 sənə maraqlı gələn, bir dənə də sənə hələ də qaranlıq qalan məqamı özündə qeyd et. Və yaxud da deyə bilərik ki, şagirdlərə çıxış bileti təqdim edə bilərik. Çıxış bileti necə olur? Məsələn, deyirik ki, sən bizə, daha doğrusu cümlə kökləri necə olur? Cümlə köklərinə deyirik ki, bu fəaliyyətdə tətbiq etdiyim bacarıqlar oldu. Bu mövzu ilə bağlı mənə qaranlıq qalan məqamlar var və yaxud da gələn dərs üçün, gələn bölmə üçün öyrənmə məqsədlərim nələrdir? Mən adətən bu üsulu istifadə edəndə bölmənin sonunda istifadə edirəm ki, çünki orada maraqlı bir sual var. Gələn bölmə üçün öyrənmə məqsədlərim nədir? Yəni şagirdlər əvvəlcə bu fəaliyyətdə bugünkü dərslə bağlı tətbiq etdiyi bacarıqlar nə oldu? Onları vurğulayırlar. Daha sonra isə mövzu ilə bağlı onlara qaranlıq qalan məqamları deyirlər və daha sonra isə ən sonda olaraq gələn bölmə üçün məqsədlərini müəyyənləşdirirlər ki, birinci bölmədə bu yanlışlıqlara yol vermişəm. Gələn bölmə üçün artıq bu yanlışlıqlara yol verməyəcəm. Bu üsullardan istifadə edərək dərsi daha da aktiv şəkildə öyrənəcəm. Biz motivasiya mərhələsində bayaq bunu qeyd etməmişdim. Uşaqlara problemli suallar da təqdim etmək olar. Məsələn, deyirik beyin həmləsi üsulundan. Orada kitabda bir üsulumuz var. Deyir, onun daha doğrusu nümunəmiz var. Keçəndə görəcəyik ki, evdə çörək yoxdur. Bunun üçün nə edə bilərəm? Uşaqlar başlayırlar. Məsələn, biri deyir ki, mən çörəksiz yeyərəm, biri deyir gedib alaram, biri deyir nə bilim valideynimə deyərəm gələndə alsın. Yəni müxtəlif fikirlər səsləndirməyə. Ona görə də yəni şagirdlərə belə problemli sualların motivasiya mərhələsində təqdim edilməsi çox yəni effektivdir. Daha sonra deyirik sorğudan istifadə ola bilər ki, məsələn deyirik bölmənin əvvəlində məsələn hansı tutaq ki, özündə məqsəd müəyyənləşdirmişdin, sonuna çatanda bunlardan hansına çatdın və yaxud da hansı üsullardan istifadə edərək öyrəndin sən bu mövzunu. Yəni bu müxtəlif suallarla biz bunu şagirdlərə keçirə bilərik. Eyni zamanda ibtidai siniflərdə adətən təşkil olunan məsələn bugünkü dərsə münasibətin necədir sualını veririk. Tutaq ki, müxtəlif üzlü simvoliklər təqdim edirik. Onlar gülər üzlü, məsələn bədbin üzlü. Yəni bu tipli suallar verdikdə şagirdlər həmin məsələn onu dairəyə alırlar, işarələyirlər və daha sonra onun səbəbini biz şagirddən soruşmalıyıq ki, görək ona nə üçün maraqlı gəlib, nə üçün belə gəlib, yəni çətin gəlib. Bu mərhələləri də müəyyənləşdirməliyik. Eyni zamanda biz BİBÖ üsulundan da istifadə edirik ki, bilirəm, istəyirəm, bilim və öyrəndim. Bunu biz nə motivasiya mərhələsində deyə bilmərik, nə də refleksiya mərhələsində deyə bilərik. Çünki bu dərsin sonuna kimi aparılan bir prosesdir, üsuldur. Nə üçün? Çünki bilirəm. Mövzunu keçməzdən əvvəl motivasiya mərhələsində bilirəm hissəsi həyata keçirilir.
Yəni bu mərhələdə şagird bu mövzu ilə yeni keçəcəyimiz mövzu ilə bağlı nələri bilirsə əvvəlcə onu qeyd edir. Daha sonra fəaliyyət hissəsində istəyirəm bilim hissəsi olur ki, yəni mən bunu bilmək istəyirəm və öyrəndim hissəsində refleksiya aid edirik ki, refleksiya mərhələsində artıq nəyi öyrənibsə, onu özündə qeyd edir. Daha sonra biz deyirik ki, interaktiv təlimdə açıq suallar var, qapalı suallar var və yadımızda saxlamalıyıq ki, biz adətən açıq suallardan istifadə etməliyik. Qapalı suallar da təbii ki, verilməlidir. Amma bilməliyik ki, qapalı suallar şagirdlərin, yəni onları sadəcə əzbərçi biliklərə əsaslanır da. Yəni biz şagirdləri deyə bilmirik ki, qapalı sualı verərik, bu şagirdi daha da beynini inkişaf etdirir. Xeyr, qapalı suallar şagirdin adətən məsələn, əzbərçi biliklərinə əsaslanır. Dərsimizlə bağlı hər hansısa bir nəyisə öyrənmək istədikcə o zaman verə bilərik ki, şagird nə dərəcədə yiyələnib dərsə. Amma açıq sualların verilməsi daha effektivdir. Çünki bu adətən bayaq da dediyimiz kimi şagirdlərin yuxarı təfəkkür səviyyəsini inkişaf etdirir və müxtəlif sualları cavablandırmış olurlar. Qapalı sualların bilirik ki, hə, yox, bəli, xeyr, elədir. Məsələn, sadəcə konkret bir cavabı var. Amma açıq suallar şagirdləri daha çox düşünməyə sövq edir. Onları düşündürücü, yəni sualların verilməsi onlara daha da belə deyək, təfəkkürünü inkişaf etdirmiş olur. Məsələn, açıq suallar kimi biz müxtəlif suallar verə bilərik şagirdə. Kitabda belə bir nümunə verib deyir ki, səncə verilən problemin ən səmərəli həlli yolunu nədə görürsən və yaxud da alternativ enerji mənbələrinin araşdırılması üçün nə üçün vacibdir və yaxud da biz belə bir sual verə bilərik ki, ekologiya çirklənməsinin qarşısını necə ala bilərik və yaxud da tıxacın yaranma səbəblərini səncə nələrdir, onun qarşısını necə ala bilərik və şagirdlər bu tipli açıq suallar verdikdə onlar bizə hə, yox, bəli, xeyr cavablarını vermirlər. Müxtəlif məsələn cavabları da vermiş olurlar. İnteraktiv təlimdə növbəti diqqət yetirəcəyimiz məsələ şagirdlərə gözləmə vaxtının verilməsidir. Gözləmə vaxtının verilməsi o demək deyil ki, biz şagirdə 3 dəqiqə, 4 dəqiqə vaxt veririk. Maksimum şagirdə biz 30 saniyə, ən çoxu 1 dəqiqə vaxt verə bilərik ki, ondan artıq şagirdə vaxtın verilməsi düzgün deyil. Çünki bir dərs prosesinə 45 dəqiqə vaxt ayrılıb və müəllim eyni zamanda həm şagirdə tapşırıq işlətməlidir, həm yeni mövzu izah etməlidir, həm yeni mövzunu, əvvəlki mövzunu soruşmalıdır, eyni zamanda gündəliklərinə qiymətləndirməni aparmalıdır, ev tapşırığı verməlidir. Ona görə də, yəni şagirdə biz deyə bilmərik ki, 200 dəqiqə vaxt verə bilərik. Sadəcə şagirdə ən uzağı 30 saniyə, maksimum şəkildə, yəni şagirdin səviyyəsinə uyğun olaraq 1 dəqiqə vaxt verə bilərik. Yəni ondan artıq vaxtın verilməsi olmaz, yəni vaxt verilmir. Daha sonra deyirik şagirdlərə məsələn hər hansısa bir rəy verəndə onlara müsbət rəylər verilməlidir və mən bir məqamı deməli qaçırmışam diqqətdən. Bu da hansı məqamdır? Gəlin bir dənə ona da diqqət yetirək. Deməli, deyirik ki, interaktiv təlimdə bir neçə istiqamətlər var. Bu istiqamətlər nələrdir? Elə əslində bayaqdan bunlar haqqında danışırıq. Bunlardan birincisi şagirdin dərsə cəlb olunmağa həvəsləndirilməsidir. Bu da bayaq qeyd etdiyimiz kimi cəlb olunmadır. Yəni motivasiya mərhələsinin düzgün qurulmasıdır. Daha sonra deyirik ki, şagirdlərə suallar verilməsi, bu da dedik açıq tipli suallar, qapalı tipli suallar verilir. Daha sonra təlim vasitələrindən istifadə olunması, dedik ki, məsələn, rollu oyunlar, simulyasiyalar tətbiq edə bilərik. Sinifdə işçi qrupu atmosferinin yaradılması. Baxın, bu nə deməkdir? Biz adətən deyirik ki, sinifdə səs-küy olmasın, sakitlik olsun, nə bilim, heç bir tıqqıltı da olmasın. Amma bu yanlış bir məqamdır. Nə üçün? Çünki əslində sinifdə səs-küy olmalıdır. Sadəcə müəllim diqqətli olmalıdır ki, bu səs-küy xaotik yox, işgüzar səs-küy olsun. Adi qrup işi təşkil olunan zamanda bu səs-küyümüz bizim hər hansısa bir mövzu ilə bağlı olsun. Eyni zamanda növbətdə dedik ki, şagirdlərlə bərabər müəllimin də fəaliyyətlərə cəlb olunması. İnteraktiv təlimdə adətən yanlış bir anlaşılma var ki, müəllim tamamilə kənarda durur. Xeyr, müəllim tamamilə kənara çəkilib qalmır. Eyni zamanda şagirdlərlə yanaşı müəllim də fəaliyyətə cəlb olunur. Lakin müəllim burada hazır şəkildə şagirdlərə heç nəyi vermir. Şagirdlərin həmin o məlumatı araşdırmaq üçünmü, axtarmaq üçünmü, həmin tapşırığı yerinə yetirmək üçün sadəcə istiqamətləndirməsidir. Yəni digər biz yollardan istifadə etmirik. Ümumi olaraq bugünkü mövzu haqqında bu qədərdir. Sizə qaranlıq qalan hər hansısa bir məqam varsa, ya şəxsidə, ya rəy bölməsində yazaraq fikrinizi bildirə bilərsiniz. Sağ olun müəllimlər.